Herkese salamlayıram. Bugün mən sizinlə çox maraqlı bir mövzu ətrafında danışacağım. Həmişə olduğu kimi videolarımı spontan şəkildə danışıram. Çünki mənə görə hansısa bir mövzunu planlayanda orada monotonluq özünü göstərir və bu insanlara o qədər də müsbət təsir göstərmir. Bugün danışacağım mövzu əslində psixoloji mövzudur, amma biraz daha çox fəlsəfə ilə əlaqəlidir və məni düşündürən mövzulardan biridir. Bilmirəm bu videonu mən nə vaxt YouTube kanalımda yerləşdirəcəm, amma videonu çəkdiyim an hazırda 31 dekabrdır və ilin demək olar ki son günüdür. Hətta son saatlar qalıb yeni ilə başlamağımız üçün. Bilmirəm nə üçün belə bir mövzu ətrafında danışmaq ehtiyacı yarandı məndə. Düşünürəm ki, düşünə bilən insanlar üçün bu mövzu çox maraqlı olacaq və sizi də düşündürəcək. Hansı ki bu xoşbəxtlik və huzur anlayışları haqqındadır. İnsan nə üçün xoşbəxt ola bilmir, nə üçün özünü huzurlu hiss etmir, mənə görə huzur və xoşbəxtlik nədir, mən bunu həyatımda necə tapmışam və sizə bununla bağlı necə tövsiyə verə bilərəm. Əslində bu videoya siz bir psixoloqun videosu gözündən baxmayın, daha çox bir insan kimi yanaşmağınızı istəyirəm. Çünki burada mənim tövsiyələrim daha çox olacaq. O həyatımla bağlı təcrübələrimi bölüşəcəm və psixoloqlar da əksər hallarda tövsiyə vermirlər, yəni bizim işimiz deyil bu. Bilirsiniz, son zamanlar mən nə müşahidə edirəm, bəlkə də ona görə belə bir ehtiyac yarandı ki, bu haqda video çəkim. Mən elə müşahidə edirəm ki, insanlar daha çox xoşbəxtliyi başqalarıyla münasibətdə axtarmağa çalışırlar və yaxud da xoşbəxtliyi kənarda axtarırlar. Yəni mən özümü xoşbəxt edə bilmirəm, kimsə gəlib məni xoşbəxt edəcək və yaxud da həyatımda elə bir hadisələr baş verəcək ki, həmin hadisələr məni xoşbəxt edəcək. Mən ailə quracağam, mən başqa bir insanla evlənəcəm, başqa bir insanla dostluq münasibəti içərisində olacağam, özümə maşın alacağam, özümə ev alacağam, nə bilim, yaxşı bir işdə çalışacağam. Bunlar məni xoşbəxt edəcək kimi gələcəyə yönəlik və heç özünlə əlaqəli olmayan müəyyən arzuların yerinə yetməsi nəticəsində yaranan bir his kimi başa düşürlər və bu da təbii ki bizim indiki anda yaşamağımıza mane olur. Necə mane olur? Yəni mən özümü gələcəyə fokuslasam və gələcəkdə bunlar mənə xoşbəxtlik hissi verə bilər deyə düşünsəm, bu o deməkdir ki, mən indiki anda özümü xoşbəxt hiss eləmirəm və həmin o gözləntilərim yerinə yetdiyi təqdirdə mən xoşbəxt olacağam. Və yaxud da ailə həyatı qurmuşam, yoldaşımdan məni xoşbəxt eləməsini gözləyirəm. O mənə hədiyyə alsın, o mənə xoş söz desin, o mənə yaxşılıq eləsin. Başqa insanlardan gözləntim ola bilər. Atam, anam mənə yaxşılıq eləsin, mənə xoş davransın, mənə xoş sözlər desin, işimi təqdir eləsin və yaxud da müdirim mənə xoş desin, mən özümü o zaman xoşbəxt hiss edirəm kimi fikirlər içərisində olur. Yaxud da belə tip insanlar da var ki, onlar xoşbəxtlik hissini spontan şəkildə gələn, yəni biz oturduğumuz yerdə bizim əhval-ruhiyyəmizə bir növ qonaq gələn duyğu kimi təqdim edirlər ki, yəni mən oturduğum yerdə özümü xoşbəxt hiss edə bilərəm. Mən bütün günü evdə qalım, telefonla məşğul olum və yaxud da yatım, təbii ehtiyaclarımı qarşılayım, o zaman mən özümü xoşbəxt hiss etməliyəm. Bu əslində görüldüyü kimi sadə deyil. Burada bioloji mexanizmləri nəzərə alsaq, beynimizin işləmə funksiyalarına baxsaq, əslində çox təəssüflər olsun ki, yəni sizin düşündüyünüz qədər sadə deyil. İnsan beyni həyatda qalmaq üçün daim təhlükələrə fokuslanmış şəkildədir. Bu bioloji olaraq bu şəkildə inkişaf edib sistemimiz. Yəni biz hansısa bir ortama girəndə, təbii ki, əgər özümüzü bu istiqamətdə özümüzdə bir vərdiş yaratmamışıqsa, müsbətə fokuslanmaq istiqamətində beynimiz spontan şəkildə gedib negativlərə daha çox fokuslanır. Çünki beyin bizi qorumaq üzrə proqramlanıb, hansısa bir təhlükə ola bilər. O təhlükədən qorumağı üçün, o təhlükədən müdafiə olunmağımız üçün həmin təhlükəni nəzərində saxlayır. Buna görə də insan durduğu yerə, yəni anidən özündə xoşbəxtlik hissini tapa bilməz. Və yaxud da mən bütün gün evdə olum, bütün gün özüm üçün heç bir şey etməyim, mən xoşbəxt olacağım düşüncəsi də çox təəssüflər olsun ki, xoşbəxtlik hissi vermir. Xoşbəxtlik anlayışı ümumiyyətlə insanların düşüncəsində fərqli şəkildə algılanır. Amma ümumilikdə baxsaq, xoşbəxtlik bir hissdir və demək olar ki, hər insanda eynidir. Amma xoşbəxtlik hissini hər insan fərqli bir şeylərə görə yaşaya bilər. Məsələn, mən tutaq ki, özümlə xoş davrananda, özümə xoş sözlər deyəndə xoşbəxt hiss edirəmsə, başqa bir hədiyyə alanda özünü xoşbəxt hiss edə bilər. Burada əsas məsələ xoşbəxtlik və huzur anlayışları arasındakı fərqi dəyərləndirməkdir. Xoşbəxtlik hansısa bir hissdir və insanın müəyyən ehtiyaclarının qarşılanması nəticəsində əldə olunur. Burada maddi ehtiyacları ola bilər, mənəvi ehtiyacları ola bilər, təməl ehtiyacları ola bilər. Ehtiyacların qarşılanması nəticəsində əldə olunan o xoşlantı hissinə xoşbəxtlik hissi adını verə bilərik.
Amma hüzur daha geniş bir anlayışdır və mənim həyatda əsas məqsədim də, ümumən işimdə də müraciət edənlərə göstərdiyim yanaşma tərzində də əsas məqsədim onların həyatda hüzuru tapmağına kömək eləməyimdir. Çünki biz hansısa bir psixoloji problemi anında həll edə bilərik. Yəni insanlara bu yöndə dəstək ola bilərik. Amma o insan ki, hüzuru əldə eləmir, bu onun həyatını müvəqqəti şəkildə gedir. Yəni uzun müddətli terapiya əslində insana öz hüzurunu tapmağına kömək eləməkdir. Yəni onu tapandan sonra onsuz da həyatında qarşılaşan problemlərə baxış tərzi dəyişəcək. Xoşbəxtlik dediyim kimi hansısa bir ehtiyacların qarşılanması nəticəsində yaranan bir hissdir. Amma hüzur elə deyil. Hüzur insanın özünlə barışıq olması, özünü qəbullanması, situasiyalara yanaşma tərzinin dəyişməsi və s. bunların cəmidir. Yəni həyatımızda hansısa bir problem baş versə də biz bədbəxtlik hissini yaşasaq belə fonda o hüzur hissi var. O ki mahnını ifa eləyəndə baxırsınız ki, mahnının əsas sözləri, musiqisi olur. Bir də arxa fonda belə ritmi tənzimləyən bir hissə. Baxın, mən o hüzuru ona bənzədirəm. Yəni arxa fonda ritmi tənzimləyir. Yəni fasiləsiz və qüsursuz olaraq orada bir ritm olur. Həmin o ritm hüzurdur. Mahnının sözləri dəyişir, mahnının özünün ümumi melodiyası, yəni enir, qalxır. Amma arxa fonda həmişə eyni tempdə, eyni sürətdə gedən bir ritm olur. Bax, o ritmə mən hüzur deyirəm. Yəni mən özüm hüzur anlayışını dərk etməyə başlayanda ağlıma metafor olaraq ilk bu gəldi. Yəni musiqi dinləyəndə anidən düşündüm ki, insan həyatı ilə bunu əlaqələndirmək olar. Elə bir sual yaranır ki, bəs nə üçün insanların əksəriyyəti özünü xoşbəxt və hüzurlu hiss edə bilmir? Və ya da xoşbəxtlik hissini yaşayır, amma təməldə hüzur hissini yaşaya bilmir. Yəni özünüz də oturub düşünəndə, baxın görün siz ən dərinlərdə özünüzü hüzurlu hiss edirsiniz, yoxsa yox. Xoşbəxtlik keçici bir hissdir. Amma hüzur hissi keçici olmur. O davamlı olaraq insanla bərabər gedir və yaşadığımız situasiyalarda hansı hissi yaşasaq belə təməldə o hüzur hissi var deyə özümüzü yaxşı hiss edə bilirik. Bir növ özümüzü düşünün ki, hansısa bir bədəninizdə yara əmələ gəlir. Həmin yara bədən özünü sağaltdığına görə bir müddətdən sonra sağalır. Eynilə hüzur da belədir. Yəni həyatımızda hansısa yaralar ala bilərik. Amma təməldə o hüzur hissi var deyə o yaralar tam şəkildə sağala bilir. Siz də özünüz düşünəndə baxın görün təməldə özünüzü hüzursuzmu hiss edirsiniz, yoxsa hüzurlu mu? Hüzurlu hiss edirsinizsə demək ki, sizin üçün həyatınızda yaranan o xoşbəxtlikdir, bədbəxtlikdir, keyfsizlik, sıxılma halları müvəqqəti olaraq olur və siz özünüzü tənzimləyə bilirsiniz qısa bir müddətdən sonra. İnsanların nə üçün özünü hüzursuz və xoşbəxt hiss eləməməsinin cəmiyyət olaraq bir neçə səbəbi var. Mən bunu özlüyümdə müşahidə etdiyim qədərlə dərinləşdirmişəm. Yəni heç bir tədqiqat əsərində bunu bu şəkildə görə bilməzsiniz. Bu mənim şəxsi təcrübəmlə bağlıdır. Mən gördüyüm qədərilə cəmiyyətimizdə xoşbəxtlik hissinə bir qaçış var. Yəni xoşbəxtlik dediyim kimi hansısa bir ehtiyacların və yaxud da sonradan bizim özümüzdə formalaşdırdığımız ehtiyacların qarşılanması nəticəsində əldə olunur. Məsələn, burada anlıq həzləri nümunə göstərmək olar. İnsan var ki, bütün gün gedib fast foodla qidalanır. Bu belə anlıq bir həzdir. Bax, insana xoşbəxtlik hissi yaşada bilir və yaxud da keçici bayağı musiqilərin dinlənməsi, davamlı olaraq onlara həzz verən siqaret, narkotik vasitə, əyləncə, musiqi, bunlardan istifadə etmək insana keçici bir həzz verir və bu da hedonik adaptasiya yaradır. Yəni insan bir müddətdən sonra həmin o həzzləri mənimsədiyinə görə daha çox həzz axtarışında olur. Bu da bir növ keçici həzz olduğuna görə heç vaxt insanı təmin edə bilmir və nəticədə insan daha çoxuna nail olmağa çalışır, dırnaq arası. Daha çoxunu əldə etməyə çalışır. Digər bir səbəb olaraq mənim bildiyim qədərilə bizdə tərbiyə sistemində uğurlu olsan daha çox xoşbəxt ola bilərsən təfəkkür tərzi uşaqlarda formalaşdırılmağa çalışır. Yəni mən özüm böyüdüyüm mühitdə də belə bir şeylər olurdu. Sən nə qədər uğurlu olsan, nə qədər irəli getsən, universitetə qəbul olsan, yüksək bal toplasan, nə bilim pul qazansan, uğurlu bir şəxsiyyət olursan və uğurlu şəxsiyyətdə xoşbəxt olur. Heç kim demirdi ki, sən universitetə qəbul olmasan da, yəni işini qurub xoşbəxt ola bilərsən. Mənim oxuduğum dövrdə, yəni məktəbli olduğum dövrdə belə bir inanc var idi ki, sən universitetə qəbul olsan, xoşbəxt adamsan, oradan sonrası asandır. Sən varlı olacaqsan, varlı olmaq səni xoşbəxt edəcək, sənin çoxlu pullarının olması səni xoşbəxt edəcək. Düzü, uğur anlayışı da hər insandan insana görə fərqlidir, amma cəmiyyətimizin ümumi uğur algısı bunun üzərində qurulub. Yəni yüksək yerlərə getmək, yaxşı pul qazanmaq, maşının olması, evinin olması və s. Bu da təbii ki, insan beynində uğur anlayışı ilə xoşbəxtlik hissi əlaqələndirildiyinə görə
İnsan bir növ özünü dırnaqarası uğursuz hiss edəndə başlayır özünü bədbəxt bir insan kimi adlandırmağa və bu da təbii ki, insanın özünü cəmiyyətdə başqalarına müqayisə etməsinə də səbəb olur. Özümüzü başqa insanlar görəndə, özümüzdən daha yuxarı bildiyimiz, yuxarı səviyyədə bildiyimiz insanlar görəndə başlayırıq özümüzü onlarla müqayisə etməyə. O məndən daha yaxşıdır, o məndən daha hüzurludur, daha uğurludur daha doğrusu. Və bu da bizdə həmin o özünüzü qəbullanmamaq, olduğumuz kimi özümüzə qarşı şübhələrimizin yaranması, bacarıqsız olduğumuz düşüncəsi və s. bunların hər birini yaradır. Digər bir səbəb də təbii ki, təməl inanclarımızla bağlıdır. Yəni beynimiz bizi həyatda saxlamaq üçün həyatımızın ilk illərində müəyyən inanclarla bir növ proqramlanır. Yəni o kompüter proqramları kimi düşünə bilərsiniz. Beynimizdə də müəyyən proqramlar yaranır ki, həmin proqramlar bizi bu günümüzdə idarə etməyə başlayır. Tutaq ki, siz 7 yaşında bir şagirdsiniz və 7 yaşınızda sizin bacarıqlarınızla bağlı inanclar formalaşmağa başlayır. Burada tutaq ki, məktəbə gedirsiniz, orada hansı çalışmanı yerinə yetirmirsiniz. Müəllim sizə bəlkə də özü də fərqində olmadan deyir ki, sən çox bacarıqsızsan, bunu da bacarmadın. Evə gedirsiniz, valideyniniz sizi bacarıqsız adlandırır ki, digər uşaqlar yaxşı oxudu, sən yəni bunu bacarmadın, bir tapşırıq nədir ki, bunu edə bilmədin. Nəticədə uşaq özünün bacarıqsız olduğuna inanır. Yəni mən bacarıqsızam həqiqətən, müəllimlərim məni belə dəyərləndirirsə, aləm də belə dəyərləndirirsə, bu belədir. Çünki uşaqlıq yaşında bizim mühakimə etmək, analiz, təhlil etmək bacarığımız olmur. Ona görə də ətraf insanların bizə nə dediyi bizim üçün çox vacib olur. Özümüzü dəyərləndirməyimizdə ətrafın fikri bizim üçün vacibdir. Düşünün ki, bir uşağın üzündə çapıq yoxdur məsələn. Əgər biz uşağa davamlı formada sənin üzündə çapıq var, sən çirkinsən, sənin üzündə çapıq var, çirkinsən sözünü təlqin eləsək, o uşaqda özünün üzündə çapıq olmasına bağlı bir inanc formalaşacaq. Çünki dediyim kimi o reallığı tam təyin edə bilmir və kənardakı fikirlər onun üçün daha vacib olur. Bu bacarıqsızlıq inancı formalaşır və nəticədə insan o nöqtəyə qarşı bir həssaslıq yaranır insanda. Hansı ki, özünü bacarıqsız gördüyü situasiyalarda bədbəxt hiss eləməyə başlayır. Gəlin görək böyüyəndə bu insanın həyatına necə şəkil verir. Bir insan düşünün, o bacarıqsızlıq inancıyla böyüyüb, o insan həyatda fərqli sferalarda ola bilər. Ya çox uğurlu olacaq həddindən artıq, ya da uğursuz, risk almaqdan qorxan, özgüvənsiz bir şəxsə dönəcək. Uğurlu bir insan olanda burada hansı problemlər yaranır? O insan daim uğurlu olmağa çalışır. Mən uğurlu olsam daha xoşbəxt hiss edəcəm özümü. Diplomları yığır, sertifikatlar alır, təlimlərə gedir xaricdə təhsil alır. Yəni bu şəkildə daim həyatını uğurlu bildiyi bir şeylərlə doldurmağa çalışır və uğurun sonunda yaşadığı o xırda xoşbəxtlik hissinə görə bunu davamlı formada edir. Və içdən-içə özünü bacarıqsız hiss edir əslində. Buna da imposter sindromu deyirlər. Yəni insan özünün bacarıqlı olduğuna inanmır, özünün saxtakar olduğuna inanır və daim özünü sübut eləməyə çalışır başqalarına. Və digər şəkildə necə göstərir? İnsan həqiqətən də özünün bacarıqsız olduğuna inanır. Mən risk etməyi sevmirəm, mən özgüvənsizəm, bunu etməyim, onu etməyim, o işdə mən bacara bilmərəm, irəli gedə bilmərəm deyə özünü daim izolyasiya eləyir. Yəni cəmiyyətdən təcrid eləyir, özünə xoş olan, özü üçün uğurlu olan biləcək işlərdən çəkinir. Təkcə bacarıqsızlıq inancı aid deyil, yəni düşünə biləcəyiniz hər bir inanc, məsələn, yetərsizlik inancı da ola bilər. Mən yetərli bir insan deyiləm, mən başqalarından fərqlənirəm, başqaları məndən daha üstündür. Mənim tutaq ki, hansısa bir insan tərəfindən sevilməyim üçün yetər qədər dəyərlərim, yetər qədər yaxşı bir xüsusiyyətlərim yoxdur. Və yaxud da görünüşü ilə bağlı kompleks eləyən insan ola bilər. Mənim görünüşüm yetəri qədər gözəl deyil ki, mən başqaları tərəfindən sevilim. Mən gözəl olmalıyam ki, digər insanlarla yaxşı kontakt qurum. Bu da təbii ki, insanın öz görünüşünə bağlı kompleks eləməsinə gətirib çıxarır. Nə qədər kənardan ona sən gözəlsən desələr də, daxilən özünün gözəl olmadığına inanan insanlar var. Bura yəni kişiləri də şamil edirəm, qadınları da. Gözəllik anlayışı cəmiyyətimizdə qadınlara daha çox yükləndiyinə görə mən burada qadınlardan nümunə çəkmək istəyirəm. Baxın, mən özümdə də gözəlliklə bağlı heç də yəni hansısa bir fikir formalaşmayıb. Məsələn, mənə makyajsız olmağımla bağlı davamlı fikir bildirirlər. Yəni qızsan, makyaj etməlisən, cəmiyyətdə daha yaxşı görünmək əsas olmalıdır. Yəni sənin işinə görə, insanların səni bəyənməsinə görə, qulaq asmasına görə sən yaxşı görünməlisən deyə fikirlər təlqin edirlər. Amma mən elə düşünmürəm. Burada səmimiyyətin vacibliyini qeyd edirəm və mən özümü bu şəkildə qəbul edirəmsə və bu qəbul etdiyimi açıq şəkildə etiraf edirəmsə, cəmiyyətin də onsuz da mənə marağı artacaq ki, bu insan görüm hansı fikirlərlə danışır.
Buna görə də insanın burada özünü qəbul etməsi, özünü olduğu kimi mənimsəməsi vacib amillərdən biridir. Cəmiyyətin və aləmimizin bizə təlqin etdiyi biz əslində olan bizdən çox-çox fərqliyik. Yəni aləmiz və cəmiyyət bizi səhv şəkildə təqdim edir və biz də əgər özümüzü elə təqdim ediriksə özümüzə, o zaman bir ömür boyu onun cəzasını çəkirik. Ona görə də insan özünü kəşf etməlidir. Yeni özünü, daxilində bastırdığı, hamının onu səhv təqdim etdiyi özdən çıxmalıdır. O bastırdığı özü tapmalıdır ki, həqiqətən mən kiməm? Bu suala cavab axtarmalıdır. Mən özüm həyatda xoşbəxtlik və huzur hissini necə əldə edirəm? Dediyim kimi, xoşbəxtlik hissi şəxsi olaraq insanların ehtiyaclarına, istəklərinə, sevgi dilinə uyğun olaraq əldə olunan bir hissdir. Məsələn, burada məni nə xoşbəxt edir sualına cavab tapmaq lazımdır ilk növbədə. Məsələn, məni xoşbəxt edən məqamlardan biri burada fikirlərimi bölüşməkdir, insanlara fayda verməkdir. Daha sonra əylənməkdir, musiqidir, özüm üçün rəqs etməkdir, təbii ki, tək ortamlarda. Gəzintidir, tək səyahətə çıxmaqdır. Yəni tək ola biləcək bütün, demək olar ki, bütün fəaliyyətlər məni xoşbəxt edir. Bundan əlavə intellektual insanlarla söhbətlər aparmaqdır. Yəni dərin düşüncəli insanlarla bu mənə həqiqətən çox böyük mənəvi zövq verir. Sevdiyim hansısa bir yemək yeməkdir. Yəni burada xırda məqamları da qeyd edə bilərik. Siz də özünüzdə bunu təyin etməlisiniz ki, sizə ən çox hansı və davranışlar xoşbəxtlik hissi verir. Özünüzün bir hobiniz ola bilər. Bu hobi sizə xoşbəxtlik hissi verə bilər. Və yaxud da günlük həyatınızda gördüyünüz işlərə fokuslanmaq. Adi bir çay süzürsünüz özünüzə. Bu çayı dadma prosesi. Yəni o belə sizə xoşbəxtlik verə bilər. Amma bunun fərqində olmaq vacibdir. Sevdiyiniz yeməyi bişirmək, sevdiyiniz geyimi geyinib harasa gəzməyə çıxmaq. İndi xanımsızsa özünüzə baxım etmək və yaxud da bəysinizsə fərq eləmir burada. Bunların hər biri insanda əslində xoşbəxtlik hissini yaradır. Sadəcə bəzilərimiz bunun fərqində olmadığımız üçün, beynimizi başqa şeylərə fokusladığımız üçün həmin hissləri dada bilmirik. Təəssüflər olsun ki. Bir də var huzur hissi. Huzur hissi mənə görə mənalandırma çətinliyinə bağlı olur. İnsanın huzuru əldə edə bilməməsinin əsas səbəblərindən biri budur. Baxın, huzur hissinin pozulması insanda ən aktual məsələlərdən biridir. Və bu mənalandırma problemi insanın özü ilə bağlı təsəvvürlərinin dar və məhdud çərçivədə olmasından bağlıdır. Yəni ki, mən özümü tam olaraq qəbul etmirəmsə, həyatda baş verən mənim həyatımla bağlı hər bir proses, situasiya mənə təsir göstərəcək. Yəni ki, tutaq ki, mən özümü qəbullanmıram, özümün yetərsiz, düşüncəsiz, bacarıqsız biri olduğuna inanıram. Kənarda olan insanların hansısa bir fikirləri məndə aqressiya yarada biləcək və o mənim əhval-ruhiyyəmi pozacaq. Yəni, mən özümü yetərsiz hiss edirəmsə, kənarda mənə desələr ki, məsələn, sənin videon pis oldu, sənin görünüşün pisdir, köynəyin pisdir, özümü yetərsiz hiss etdiyim halda bu mənə təsir göstərəcək. Ya o insana aqressiya göstərəcək, ya da özümə qapılacam ki, həqiqətən də mən pis insanam, həqiqətən də mən yetərsiz insanam. Və bu da təbii ki, təməl huzur hissini pozur. Və digər bir məsələ mənalandırmadır, hansı ki, bu da bizim ətrafımızda olan situasiyalara verdiyimiz mənalarda gizlidir. Məsələn, əgər siz işinizi sevmirsinizsə, tutaq ki, hansısa bir işdə çalışırsınız, bunu sevmirsiniz, bunu davamlı olaraq özünüzə təkrar edirsinizsə, mən işimi sevmirəm, hər gün səhər 9-dan 6-ya işləyirəm, bu nədir, yəni belə yaşayış olar, belə şikayətlər eşidirəm, bu nə yaşayışdır, istəmədiyim bir şeydə çalışıram, pula görə çalışıram. Buna məna vermək çox önəmlidir. Yəni siz bunu bu şəkildə etiraf etmək əvəzinə orada sizin üçün vacib olan məqamları tapmağa çalışırsınız. Bu əslində insanın özünü aldatması deyil. Yəni bəzi insanlar düşünə bilər ki, mən özümü aldadım, niyə belə bir şey edim? Amma mənə görə insanın özünü aldatması bundan daha fərqli bir şeydir. Yəni ki, o işdə mənim üçün xeyirli ola bilən tərəflər hansıdır? Mütləq ki var, yəni insan həyatında baş verən hər bir şey onun özünə tanıdan bir vasitədir. Mən həyata bu şəkildə baxıram. Yəni mənim qarşılaşdığım hər bir insan, deyilən hər bir söz mənim üçün bir dərs, özümü tanıma vasitəsi ola bilər. İnsanlar, hadisələr mənim qarşıma boş-boşuna çıxmır. Yəni hər şey düşünülmüş və bir növ planlanmış bir şeydir. Bəlkə də bunların planlamasında mənim rolum yoxdur, bəlkə də var. Yəni bəlkə bu bir ilahi qüvvə tərəfindən planlanır. O haqda təsəvvürlər fərqli ola bilər. Amma sadəcə buna inanıram ki, insan həyatında baş verən hər bir hadisə, hər bir situasiya ona məna vermək üçündür. Yəni bizim özümüzə məna verməyimiz, özümüzü kəşf etməyimiz və həyatı mənalandırmağımız üçün bir vasitədir. Buna belə yanaşanda artıq baxış tərzimiz dəyişir, təcrübələrimiz artır
düşünmə bacarığımız inkişaf edir. Mən hadisələrə bu şəkildə yanaşıram. Yəni kimsə mənə hansısa fikir bildirirsə, o fikirdən mənə lazım olan dərsləri çıxardıram. O insanı qınamaq əvəzinə, tənqid etmək əvəzinə və yaxud da o insanla bağlı təsəvvürlərimi genişləndirirəm. Burada mənim əhval-ruhiyyəmi pozmağa, hüzurumu pozmağa nə gərək var ki? Bir məsələ var ki, biz xoşbəxtlik hissini uşaq vaxtdan bəlkə də elə bir ortamda böyümüsünüz ki və o ortam həqiqətən də insan əhval-ruhiyyəsinə xoş təsir etməyən hisslərlə dolu olub və siz elə bir ortamda böyüdüyünüz üçün artıq beyniniz buna alışıq bir vəziyyətdədir. Təbii ki, xoşbəxtlik və huzur öyrənilə biləcək bir şeydir. Mən dediyim kimi, bizə xoşbəxtlik verən hər şeyi biz təyin etməliyik. Bundan sonra o hissi yaşaya bilərik. Bir digər məsələ də beynimizi xoşbəxt etməyin, huzurlu etməyin yollarını araşdırmaqdır. Yəni biz oturduğumuz yerdə bizə xoşbəxtlik hissi gəlmir. Uşaq vaxtdan beynimiz ona öyrəşibsə, biz bugünkü anımızdan öz həyatımızın qərarlarını verə biliriksə, özümüzü xoşbəxt etməyin yollarını da təyin edə bilərik. Bir məsələ də var ki, beyin bilinməzliyi sevmir. Yəni bir məsəl var, indi bilmirəm yadıma düşəcək yoxsa yox, deyir ki, tanınmayan yaddan tanınan düşman yaxşıdır. Belə bir məsəldir. Yəni ki, beynimiz bilinməzlik sevmir. Bizə cəza versə belə tanıdığımız insanlarla ünsiyyət qurmağa meyilliyik. Bəzilərimizdə buna görə özümüzü bədbəxt hiss elətdirə biləcək hadisələrin içinə qəsdən atılırıq ki, beynimiz o tanınmazlığı hiss eləməsin. Bədbəxt olsa belə tanınmazlığı hiss eləməsin. Ona görə də yeniliklərə açıq olmaq və yeni bir şeyləri sınamaq lazımdır ki, beynimizi yeniliklərə adaptasiya edə bilək. Və sonda onu bildirmək istəyirəm ki, əgər sən özünü xoşbəxt və huzurlu hiss etmirsənsə, huzur hissi çətin və uzun müddətli əldə olunan bir şeydir. Amma xoşbəxtlik hissini bu an belə gedib özünə bir çay süzərək, özünlə barışıq olduğunu etiraf edərək əldə edə bilərsən. Və mən onu qeyd edirəm ki, huzur hissini əldə etmək üçün insanın özünə barışması və özünü qəbullanması çox vacibdir. Yəni bu həyatda deyərdim ki, psixoloji problemlərin kökündə dayanan əsas səbəblərdən biri insanın özünü qəbullanma çətinliyi ilə bağlı olur. Yəni özümüzü qəbullanıb öz tərəflərimizi görəndə, zəif, güclü tərəflərimizi görəndə ətrafın təsiri, problemlərin təsiri də bizə az olur. Yəni hər şey mənim beynimdə başlayırsa, beynimdə bitirsə, kənarda problem axtarmaq, problemlərə mənim huzuruma təsir edəcəyini düşünmək mənə görə biraz absurddur. Yəni mən öz daxilimdə yanaşma tərzimi dəyişəndə onsuz da problem olmaqdan çıxır. Yəni bir növ baxırsınız, mən sizə yarımçıq stəkan göstərsəm, kimsə deyəcək ki, stəkan yarıya qədər doludur, kimsə də deyəcək ki, stəkan yarıya qədər boşdur. Nə üçün? Çünki baxış bucağı fərqlidir. Bu da beynimizin təcrübələrindən irəli gəlir. Yəni elə təcrübə edib nəyə fokuslanacağını ilk saniyələrdə təyin edir. Yəni qısacası qavrama şəklimizi dəyişdirsək, problemlərə baxış bucağımızı dəyişdirsək və özümüzü qəbullansaq, həyatda xoşbəxtlik və huzur hissini tapa bilərik. Yəni bizə təsir göstərən məqamları araşdırmaq burada xüsusi rol oynayır insanı özünü qəbul etməsində. Yəni kənarda baş verən bir situasiya mənim əhval-ruhiyyəmə pis təsir göstərirsə, burada situasiyaya baxmayın, özünüzə yönəlin ki, mənə niyə pis təsir göstərdi bu? Mənim daxilimdəki hansı həssaslıqla bağlıdır? Yəni biri rəhmətə gedəndə insanların reaksiyası fərqli olur. Kimisi soyuqqanlı şəkildə yanaşır, deyir Allah rəhmət eləsin. Yəni hər insanın yaşaya biləcəyi bir şeydir. Kimisi də uzun müddət özünə gələ bilmir. Yəni baxmayaraq ki, yaxınıdır və yaxud da uzaq bir qohumdur, özünə gələ bilmir. Görürsünüz, situasiya eynidir, amma insanlara təsir şəkli fərqlidir. Yəni bu da onu göstərir ki, insan əslində xoşbəxtlik və huzur hissini kənar hadisələrlə təyin eləmir. Öz daxilindəki düşüncələr, hisslər, həyata yanaşma tərzi ilə müəyyən edir. Yəni qısacası bu qəbullanma prosesi uzun müddətli bir prosesdir və mən də hələ də özümü kəşf eləməyə çalışıram. Bu yolda addımlayıram və düşünürəm ki, bu yolun sonu yoxdur. Yəni mən bu həyatda var olana qədər o yolda davam edəcək. Əsas odur ki, bu yoldayam. Sizə də bu yolda olmağı arzu edirəm. Yəqin ki, yanvar ayının ilk günlərində və yaxud elə bu gün bu videonu yayımlayacağam. Və bu yeni ildə əsas hədəflərinizdən birinin özünüzü kəşf etmə yoluna çıxmağınız olmasını arzulayıram. Çox sağ olun məni dinlədiyiniz üçün bura qədər. Ümid edirəm ki, sizin üçün xoş və gözəl bir il olar. Özünüzü daha çox kəşf edərsiniz. Mənim səhifəmə əgər abunə deyilsənsə, səhifəmə abunə olmağı unutma. Çünki burada sənin üçün dəyərli olan fikirlər bölüşəcəm. Daha fərqli ideyalarla gəlirəm yeni ildə. Bu videonu da bəyənmək, həmçinin əgər tanışların varsa onlarla paylaşmağı unutma.
Fikirlərini də videonun aşağı hissəsində qeyd edə bilərsən. Təşəkkür edirəm.